Böyük yaşlı uşaqlarda ürək getmə, bayılma hər zaman nevroloji bir səbəb deyildir. Adda yatan hər hansısa bir ürək qüsuru da ürək getmə, bayılmaya səbəb ola bilər. Buna tibb dilində senkop deyilir. Senkop ən çox hansı uşaqlarda müşahidə olunur? Əgər ürəkdə hər hansısa bir qüsuru varsa və yaxud da ki, ürəkdə qüsur olmadan belə uşaq fiziksel aktivite zamanı və ya fiziksel aktivitesi dayandıqdan sonra senkop olub bayılmalar müşahidə oluna bilər. Belə uşaqlarda əgər ürək qüsuru varsa, idman zamanı, aşırı yüklənmə zamanı ürək getmə olacaqdır, bayılma olacaqdır. Yox, əgər ürək qüsuru yoxdursa, senkop ən çox fiziki yükdən, yəni idmandan sonra bayılma müşahidə olunur. Bu da nə səbəbdən yaranır? Fiziki yük zamanı dövr edən qanın çox miqdarı periferiyaya getdiyi üçün ürəyə dönən qanın miqdarı azaldığına görə ürək getmələr, bayılmalar müşahidə olunur. Hər ürək getmə nevroloji səbəbdən yaranmır.